Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli böyüklər, ağsaqqallar, dəyərli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhli beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası bərəkəti olsun. Həqiqətən də aləmlərin Rəbbi olan uca Allah, bəndələrinin savab və mükafatlarını daha çox artırmaq, onların günahların, təqsirlərin silib əff etmək üçün öz lütfündən, öz rəhmətindən əzəmətli mövsümlər, fəsillər, günlər qoymuşdur. Bütün bunların hamısının xeyri insanın özünədir. Allah Teala bu günlər səbəbi ilə, bu aylar səbəbi ilə insana çoxlu xeyirlər, mükafatlar verir. Onun günahların ən çox əff edib bu vaxtlarda bağışlayır. Xeyri, rəhməti, fəziləti onlara olduqca bol verir. Salih sələflərdən gəlir ki, onlar 10 günə xüsusi diqqət edərlərmiş. Bütün il ərzində, o 360 günün içərisində 3 dənə 10 gün var ki, yəni bütövlüdə 30 gün. 12 ayın bir ay. Xüsusi diqqət edərlərmiş, daha çox çalışarlarmış. Bu 10 gün Ramazan ayının son 10 günü, Muharrem ayının ilk 10 günü, bir də astanasında olduğumuz Zilhiccə ayının ilk 10 günü. Xüsusi diqqət edərlərmiş, bu 10 günlərin fəzilətindən və xeyirlərindən daha çox tutmağa çalışarlarmış. Bu 10 günlər Allahın xeyrinin, fəzilətinin, rəhmətinin ən çox nazil olduğu 10 günlərdir. Bu 10 günlərdə olan ibadətlər və əməllər Allah yanında ən xeyirli, ən sevimli olan ibadətlər və əməllərdir. Eləcə də bəndələrin ən çox bağışlandığı zamanlar, vaxtlar, hallar məhz bu 10 günlərdədir. Zilhiccə ayının ilk 10 günü. Dəyərli cəmaat, bu 10 günün fəziləti haqqında Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Mə min əyyəmin əl-əməlu salihu əhabbu və xayrun ilallahi min hədihil əyyəmil aşr. Bu 10 gündə edilən əməllər, hansı əməl olursa olsun, Allaha ən sevimli, Allah yanında ən xeyirli olan əməllərdir. İstisnasız. İstər qıldığın namaz, istər tutduğun oruç, istər etdiyin zikir, istər elədiyin dua, istər oxuduğun Qur'an, istər verdiyin sədəqə, nə əməl edirsən elə. Bu 10 gündə, Zilhiccə ayının ilk 10 günü Allaha ən sevimli, ən xeyirli olan əməllərdir. Sahabələr sual verir, ya Rasulallah, Allah yolunda edilən cihaddan da mı xeyirlidir? Allaha sevimlidir. Rasul sallallahu aleyhi və səlləm deyir ki, Allah yolunda edilən cihaddan da Allaha xeyirlidir və sevimlidir. Yalnız o şəxs ki, malı ilə, canı ilə çıxıb Allah yolunda cihada döyüşməyə, o cihaddan geri nə onun özü qalıb, nə də onun malı dövləti qalıb. Bir o şəxsdən başqa. Dəyərli qardaşlar, bu qədər əzəmətli, xeyirli günlər. Ona görə hər bir müsəlman və mömin özü üçün sevinç hissi keçirir, fərəhlənməlidir ki, Allahım məni bu 10 günlərə çatdırırsan. Zilhiccə ayının ilk 10 günü alimlər buyururlar ki, sanki Ramazan ayının son 10 gecəsi deməkdir. Necə ki, Ramazan ayının son 10 gecəsində insanlar axışır məscidlərə,
gecələri əhya eləyirlər, təravih namazları, xüsusi dualar, Allahümmə innəkə afuvun tuhibbul afva fa'fu anni. Eləcə də Zilhiccə ayının ilk 10 günü o dərəcədə üstün fəzilətlidir. Şeyxülislam İbn Teymiyyə rahimehullahdan soruşurlar ki, Ramazan ayının son 10 gecəsi fəzilətlidir, yoxsa Zilhiccə ayının ilk 10 günü? Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, gecələr arasında ən fəzilətli gecə Ramazan ayının son 10 gecəsidir. Gündüzlər arasında ən fəzilətli gündüzlər Zilhiccə ayının ilk 10 gününün gündüzüdür. Dəyərli qardaşlarım, ən başda bu ilk 10 gündə oruç tutmaq var. Allah Resulü sallallahu aleyhi ve sellem Zilhiccə ayının ilk 10 günün oruç tutarmış. Yani orada 10. gün yok, çünkü 10. gün artık bayram günüdür, Qurban bayramı günü. Söhbət orada ilk 9 gündən gedilir. Bacarırsa insan o 9 gün oruç tutsun. Onu bacarmır 8 günü. Onu bacarmır 7 günü. Onu bacarmır 6 günü. Onu bacarmır 5 günü. Onu bacarmır 4, 3, 2 oruç tutsun. Bu ilk 10 günde oruç var. Heç birin bacara bilməsə belə Arafa günü, yəni Zilhiccə ayının 9-cu günü Arafa orucunu tutsun. Değerli kardeşlerim, Arafa günü uca Allah'ın bəndələrin en çok cehennemden xilas ettiği gündür. İlim bütün günler arasında Allah'ın bəndələrin en çok cehennemden xilas edip oddan bağışladığı gün Arafa günüdür. Bax, bu Zilhiccə ayının ilk 10 günün içerisinde var. Bu günün orucu 2 ilin günahların yuyur aparır. Bir il keçmiş, bir il gələcək. Bir il keçmiş, bir il gələcək günahları kəffarədir. Əlbəttə ki, burada qəsd olunan kiçik günahlardır. Kiçik günahları Allah Teala bu orucuna bağışlayır. Həmçinin böyük günahlarını da alimlər buyurur, günahından, əzabından azaldır. Necə ki, Ramazan ayının son 10 gecəsindəki Qədir gecəsi üstün fəzilətli gecədir, eləcə də Zilhiccə ayının ilk 10 günündəki Arafa günü üstün fəzilətli gündür. Bu 10 gündə İslam dininin ən əsas ana ibadətləri cəm olub toplanıb. Saydıq oruç. Allah Resulü sallallahu aleyhi ve sellem oruç tutub. Həmçinin qardaşlarım, həc ibadəti. İslamın 5 dayağından biri. Həc ibadəti məhz bu 10 gündə var. Ona görə gözəl şəkildə keçirməyə həris, istəkli, arzulu olmaq. Allah Teala El-Fəcr surəsinin ilk 3 ayəsində buyurur. Vel-fəcr, and olsun sübh çağına, və leyalin aşr, and olsun 10 gecəyə, və şəf'i vəl-vətr, and olsun təkə də cütə də. Abdullah ibn Abbas, Allah onun vatasından razı olsun, deyir ki, burada 10 gecə həmçinin Zilhiccə ayının ilk 10 günüdür. Zilhiccə ayının ilk 10 gününə Allah Teala and içir. Onun şərafətinin nə qədər yüksək olduğunu bizlərə bildirmək üçün, onun əzəmətin nə qədər böyük olduğunu bizlərə göstərmək üçün. Bu günlərdə zikirlər var. Zilhiccə ayının ilk günü daxil olan andan etibarən ta ki demək 13-cü o təşrik günləri bitənə qədər zikirlər var. Abdullah ibn Məsud deyir ki, Zilhiccə ayının zikirləri Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber ve lillahil hamd. O ilk 10 güncü daxil oldu, başlayırsan bu zikirləri gün boyu söyləməyə. Gecə, gündüz, iş görəndə, yol gedəndə, yol gələndə daima bu təkbirlər sənin dilində əzbər olur. Allah Subhanahu taala buyurur ki: "Və yezkuru ismallahi fi ayyamin ma'lumat." Onlar o müəyyən olunmuş günlərdə Allah'ı zikr etsinlər. Sələflər, müfəssirlər buyururlar ki, yəni Zilhiccə ayının ilk 10 günündə edilən təkbirlər, deyilən təkbirlər, edilən zikirlər. Əzbər oxumaq. Arafa günündə isə xüsusi zikir var.
Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Arafa günü deyilən ən xeyirli söz mən və məndən əvvəlki peyğəmbərlərin dediyi sözdür. La ilahe illallahu vahdehu la şerike leh, lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin kadir. Allah'tan başka ibadete hakkı çatan məbud yoktur. O təkdir, onun şəriki yoktur. Mülk onundur, həmd ona məxsustur. O hər şeyə qadirdir. Necə ki o Ramazan ayının son 10 gecələrində Allahümme inneke afuvun tuhibbul afwa fa'fu anni oxuyuruq. Qədir gecəsində səhərəcən oxuyuruq. Eləcə də Arafa günü bu zikir bizim dilimizdə əzbər olmalıdır. La ilahe illallah vahdehu la şerike leh, lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin qadir. Bizim ölkəmizdə elhamdülillah Zilhiccə ayının biri may ayının 18'idir. May ayının 18'i artıq Zilhiccə ayının biridir. Odur ki, ayın 17'si artıq, may ayının 17'si güneş batandan artıq Zilhiccə ayı daxil olur. Zilhiccə ayının daxil olur. Və bu 10 günün fəzilətin bizlər bilib öyrəndik. Həmçinin bu 10 gündə var qurban kəsmək. Qurban kəsmək imkanı olan hər bir müsəlmana vacibdir. Ev heyvanlarından kəsilir. Qoyun, qoç, inək, dana, dəvə, bu kimi heyvanlardan qurban kəsilir. Şərtdir ki, heyvanlar şəri yaşlarına çatsın. Bu qoyunda, qoçda 6 aydır. İnəkdə, danada 2 yaşdır. Keçidə 1 ildir. Dəvədə isə 5 yaşdır. Bu sürü eybi olmamalıdır. Xəstə heyvan olmamalıdır. Bu şəkildə Allah yolunda qurban kəsmək. Allah Teala buyurur: "Fəsalli li rabbika venhar." Rəbbin üçün namaz qıl və qurban kəs. Burada namaz qıl, yəni bayram namazını qıl, sonra get qurbanı kəs. Kim qurban kəsəcəksə, may ayının 17'si gecəsindən etibarən, artıq günəş batan andan etibarən dırnağın kəsməsin, saçın, saqqalın dəyməsin, bədənindən tük qoparmasın. Bu ilk 10 gündə ayın 10'u da Zilhiccə ayının 10'u bayram namazını qıldıq, qurtardıq. Gəldik heyvanı kəsəndən sonraki ana qədər dırnaqdan qopartmaq olmaz, saçdan, saqqaldan, bədəndən tük götürmək olmaz. Ayın 17'sinə qədər kim bu işləri görür, görsün. Qurban kəsənlərə aiddir. Saçıdır, saqqalıdır, dırnağıdır, bədəndə tüklərdir. Kəssin, bitirsin. Amma ayın 17'si, may ayının 17'si. Günəş batdı, sənin də qurban kəsməyə niyyətin var, hazırlaşmısan, artıq bunları götürməyə icazəli deyil, olmaz. Dəyərli qardaşlar, Zilhiccə ayının, bax, bu ilk 10 günün fəziləti bu qədər böyükdür və əzəmətlidir. Alimlər buyururlar ki, sənin Zilhiccə ayının ilk 10 günündə etmiş olduğun hər hansı bir əməl, Ramazan ayının son 10 günündə etmiş olduğun hər hansı bir əməldən daha üstün, daha fəzilətlidir. Sual: bir insan Zilhiccə ayının ilk 10 günündə 2 rükət namaz qılır. O bir insan isə Ramazan ayının son 10 günündə 2 rükət namaz qılır. Hansı daha əfsəldir? Cavab verin. Zilhiccə ayının ilk 10 günündə qılınan 2 rükət namaz. Çünki Resul sallallahu aleyhi ve sellem buyurur, bu Zilhiccə ayının ilk 10 günündə edilən əməl, hansı olursa olsun bu 2 rükət namaz sonra daxildir, Allaha ən sevimli, ən xeyirli olan əməllərdir. Allah subhanahu teala bizi müvəffəq eləsin, qardaşlarım. Yaxşı-yaxşı hazırlaşaq. Bu haqda olan dərslərdir, xutbələrdir, yazılardır, məqalələrdir, gözdən keçirdək. Allahın köməyi ilə. Allah bizə fürsət versin, qurban kəsə bilək. Allah bizə fürsət versin, Ərəfə orucunu tuta bilək. Və Allah subhanahu teala bizə fürsət versin, qurban bayramımızı keçirdək. Əmin-amanlıq, xalqımızla, cəmaatımızla, ölkəmizlə bərabər. Bu gözəl məclisə görə, dəyərli qardaşım, sənə təşəkkür edirəm. Allah Resulü sallallahu aleyhi ve sellem'den soruşurlar ki, ya Resulallah, hansı müsəlman daha xeyirlidir? Allah Nəbi sallallahu aleyhi ve sellem buyurur ki, tanıdığına və tanımadığına salam verən, bir də o biri insanları yedirdib içirdən müsəlman. Allah subhanahu teala sənə bunun savabına mükafatını versin. Allah Resulü sallallahu aleyhi ve sellem bizə dua öyrədib. Əftara indəkumus saimun
və əkələ ta'amukumul abrar və sallət aleykumul mələikə. Yeməyinizi yaxşı adamlar yesin, oruç tutanlar sizin evinizdə iftarləsinlər, bir də mələklər sizin üçün Allahdan bağışlanma istəsin. Allahümmə at'imnə mən ət'amənə və asqinə mən əsqanə. Allahım bizi yedirdəni sən yedirt, bizi içirdəni sən içir. Təvəkkül edirik. Allah Teala həmişə bu eldə, obada, bu kətdə, bu qəsəbədə, bu şəhərdə, eləcə də bütün ölkəmizdə bax bu cür gözəl, xeyirli, faydalı məclislər olsun. Ən doğrusunu, ən gözəlini Allah bilir. Subhanəkəllahumma bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.